Bugünkü dərsimiz dedi ki, Almaniya 16-cı əsrdə. 16-cı əsrdə Almaniya tarixinə baxdığımızda digər Avropa dövlətlərindən fərqli olaraq belə də siyasi pərakəndəlik dövrü var idi, kral hakimiyyəti zəif idi və dövlət parçalanmışdı. Ümumiyyətlə bunun baş vermə səbəbləri nə idi? Bildiyimiz kimi 962-ci ildə 1-ci Otto Müqəddəs Roma İmperiyasını yaradacaqdı. 1-ci Otto Roma İmperiyası Müqəddəs Roma İmperiyasını yaradanda Müqəddəs Roma İmperiyası Habsburglar sülaləsi 3 ərazini əhatə edir. İspaniya, İtaliyanın şimalı və bütöv Almaniya. Lakin Roma papası ilə Müqəddəs Roma İmperiyası arasında, Alman kralı arasında Avropada siyasi üstünlük uğrunda mübarizə aparmaları və bu mübarizədə Müqəddəs Roma İmperiyasının məğlub olması və Müqəddəs Roma İmperiyasının knyazlıqlara və feodal dövlətlərə parçalanmasına gətirib çıxacaq. Bu parçalanma 11-ci əsrdən başlayaraq ta ki Almaniyanın 19-cu əsrə qədər davam edəcəkdir ki, 16-cı əsrdə bu səhnə öz əksini göstərəcəkdir. Bu dövrdə Almaniyada Katolik kilsəsi hökm sürürdü. Katolik kilsəsi hökm sürmə səbəblərini belə deyək, baxdığımızda eynilə reformasiyanın baş vermə səbəbləri də götürülür burada. Siyasi səbəbləri var, iqtisadi səbəbləri var, dini səbəbləri var, bir də sosial səbəbləri var. Bu həm reformasiyanın baş vermə səbəbi, həm də niyə Katolik kilsəsi burada üstünlük təşkil edir, onu görəcəyik. İngiltərə Fransadan fərqli olaraq siyasi cəhətdən parçalandığı üçün kralın hakimiyyəti zəif idi. Oradakı Alman dövlətləri üzərində kral öz üstünlüyünü qoruyub saxlamaq üçün kilsənin hakimiyyətinə ehtiyacı var idi, kilsənin nüfuzuna ehtiyacı vardı və buna görə də o kilsənin nüfuzu köməyi ilə belə deyək, öz hakimiyyətini qoruyaraq bir növ Almaniyada taxta otururdu. Buna görə də kilsənin dediyi hər şeyi eləyəcək, yəni heç bir təmənnasız bir şey keçməyəcək, hamısı eləyəcək. Çünki əgər papa kralı lənətləsəydi və ya da papa ilə kral arasında düşmənçilik yaransaydı, onda feodallar, baronlar, hersoqlar, Alman baron, hersoqlar üsyan qaldıra bilərdi və kralı devirə bilərdi. İqtisadi səbəb bu dövrdə Müqəddəs Roma İmperiyası Avropada Osmanlı müharibə aparırdı və bu müharibələrdə bir növ yığılan pulların güya türklərlə mübarizəyə getdiyini deyilirdi. Həmçinin bu dövrdə inflyasiya var idi, rüşvətxorluq var idi, şəhər əhalisinin vəziyyəti ağır idi və müxtəlif belə deyək, ölçü çəki vahidlərinin olması, hərə bir tərəfdən korrupsiya ilə məşğul olması belə deyək, bu iqtisadi səbəbə götürür. Dini səbəb isə kilsənin dini islahatı, dini siyasətidir. Bu nə idi? İndulgensiyalar, cənnət qəbzləri satırdılar insanlara, bilirsiniz onu keçmişi, günahların bağışlanması üçün. Kilsə mərasimlərinin pulları yığılırdı, kilsə vergiləri yığılırdı. Bu da əhalinin bezdirilmişdi. İstəyir aşağı təbəqədə tutun, istəyir yuxarı təbəqə, fərqi yoxdur. Sosial əhalinin kasıb vəziyyətində qalması idi, çox hissəsi kəndlərdə yaşaması idi və cahillik dövrü, yəni belə deyək də, heç nə bilmirdilər, anlamırdılar deyə, yəni boyun əyirdilər hər şeyə, dini qorxuları mövcud idi və buna görə də belə deyək də, reformasiyanın burada baş verməsinin sosial səbəbi bu idi, həm də kilsə hakimiyyətinin güclü olma səbəbləri də bunlar olacaqdı. Reformasiya 16-cı əsrdə baxdığımızda dedik ki, Almaniyada vəziyyət gərgin olaraq qalırdı. İngiltərə, Fransa və İspaniyadan fərqli olaraq burada kilsə hakimiyyəti çox güclü idi, yuxarıda da səbəblərini gedir. Reformasiya hərəkatı 1517-ci ildə Martin Luther tərəfindən, din xadimi idi, Martin Luther tərəfindən başlayacaqdı. Martin Luther tərəfindən başlayır, amma bu reformasiyaya qoşulan təbəqələr var idi. Birinci kimlər idi? Şəhər hakimləri, yəni şəhəri idarə edənlər, sonra şəhər varlıları, knyazlar və zərərcanlar, sadə xalq və bir də cəngavərlər iştirak eləyəcəkdi. Şəhər hakimləri, yəni knyazlar niyə iştirak edir? Buna görə. Çünki hər şəhərin öz hakimi var idi və şəhər hakimi o gəlirlər hesabına dolandırdı, şəhərdən yığdı. Amma şəhərin daxilində olan kilsə müstəqil idi və birbaşa papalığa bağlı idi və rahib gəlirdi, Romadan gəlirdi hər hansı bir papa, Katolik kilsəsi nümayəndəsi rahib, gəlirdi burada mərasim keçirirdi, buradan pullar yığırdı və gedirdi. Şəhər hakimi də bu pullara əl vura bilməzdi, toxuna bilməzdi və buna görə də belə bir növ acıqlı qalırdı. Niyə mənim yanımdan bir belə pul keçir və mən toxuna bilmirəm? Ona görə şəhər hakimləri buna görə qoşulur.
Martin Lutherə tərəf çıxırlar. Şəhər varlıları, varlı insanlar vergi verməkdən bezmişlər. Yəni mərasimlərdən bezmişdilər. Məsələn, hər dəfə bir mərasim, məsələn, İsa dünyaya gəldi, yenə mərasim keçirilir, İsa öldü, yenə mərasim keçirilir. Bu İslamda da var, məsəl üçün, müəyyən bir gecələr oyaq qalırsınız, din, dualar falan etsin. Bax, orada da mərasim keçirsə, pul yığılır, filan şeylərə pul lazımdır, yenə varlılardan pul yığılır, yəni buna görə bezmişlər. Sadə xalq zaten bəllidir, feodal qaydalardan bezmişdik, kilsə vergilərindən bezmişdik, feodal vergilərindən bezmişdik. Cəngavələr də istəyirdi ki, kilsə bir belə torpağa sahibdir və bu torpaqlar onların əlindən alınsın, verilsin cəngavərə. Çünki bilirsiniz də 14-15-ci əsrdən etibarən o odlu silahlar tətbiq olunur və cəngavərlərə ehtiyac qalmır bu məsələdə və cəngavərlərə ehtiyac qalmadığı üçün də cəngavərlər gəlirsiz qalmışdır və bu gəlirlərini kilsə torpaqlarına ələ keçirməklə kompensasiya eləmək istəyirlər. Buna görə də 1517-ci il Martin Lutherə qoşulacaq. Alman dövlətləri, təqribən 300-ə yaxın bir dövlətdir, bu 300-ə yaxın dövlətin bir 150-si qoşulur bu reformasiyaya, yarısı demək ki qoşulur. Lakin bunu Papa xoşuna gəlmir və bu dövrdə Alman Müqəddəs Roma İmperatoru Karla əmr verir ki, bəs Martin Luther həbs olunsun və onu belə deyək də öldürülsün. Bu vaxt Papa ilə Müqəddəs Roma İmperatoru 5-ci Karl Worms qurultayına çağırır, Wormsa çağırır. Amma Martin Luther getmir, çünki bilirdi ki, ora getsə öldürüləcəkdir və onu Saksoniya hersoqu, bu dediyimiz Alman dövlətlərindən biri himayə edəcəkdir. 5-ci Karl da niyə reformasiyaya qarşı çıxır? Çünki əgər o reformasiya tərəfdarı olsa, Papa onu lənətləyəcəkdir və onun sadiq olan, Papaya sadiq olan şəhər dövlətlər üsyan qaldırıb 5-ci Karlı taxtdan sala bilərdi. Və buna görə də Martin Lutheri öldürmək çətin olacaq. Martin Lutherin ideyaları niyə geniş yayılacaq? 1. Martin Luther Alman dilində bu ideyalarını təbliğ edirdi. İnsanlar Alman idi, amma kilsə belə Latın dilində təbliğ edirdi. İnsanlar kilsə dilini bilmirdilər. İkincisi, o dövrdə 15-ci əsrdən etibarən çap prosesi baş vermişdi. Avropada çap işi ilə məşğul olurdu və ideyalar tez bir zamanda çap olunaraq belə yayılırdı insanlara. Bu dövrdə Almaniyada 1517-də Martin Lutherdən əlavə olaraq 1524-1525-ci ildə kəndli üsyanı olacaqdı. Buna isə Thomas Münzer rəhbərlik edəcək. Thomas Münzer də haqq reformasiyası deyilir buna. Thomas Münzer reformasiyasının Martin Luther reformasiyası fərqli cəhəti nə idi? Tək kilsəyə qarşı yox, feodal qaydalara qarşı çıxacaqdı. Bu ən böyük prosesində burjua xarakterli bir üsyan hesab olunur. Feodalizmə qarşı çıxır və feodal qaydaları ləğv olunmasını istəyirdi. Və ikinci fərqli cəhəti də mübarizə yolu ilə bu prosesin həyata keçməsinin tərəfdarıdırlar. Lakin Thomas Münzer üsyanı 1524-25 hərəkatı yatırılacaq. Kəndli üsyanı olması İngiltərədə 1381, Fransada 1358-dən oxşar cəhət hesab olunacaqdı. Feodal qaydalara qarşı çıxması isə demək olar ki, hardasa ortaq cəhət verəcək. 1525-də Thomas Münzer üsyanında dedi ki, üsyan yatırılır. Üsyanın yatırılma səbəbləri standartdır, bilirsiniz, amma üsyanın nəticələri bu nədir? Azad Alman kəndləri tərkibli olunacaqdır, feodal qaydalar daha da güclənəcəkdir və siyasi pərakəndəlik güclənəcəkdir. Azad kəndlilərin tərkibli olunması İngiltərədə 11-ci əsrindən oxşar cəhət hesab olunacaq. Almaniyada 16-cı əsr, İngiltərədə 11-ci əsr oxşar cəhət olacaq. Martin Luther dedi ki, Thomas Münzer reformasiyası belə deyək də ləğv olunur, süqut edəcək. Süqut eləmə səbəblərindən biri də bu dövrdə Almaniya burjuaziyası. Burjuaziya kimlərə deyilir? Yeni varlanan insanlar, kapitalizm əsasında yeni varlanan insanlar. Almaniya burjuaziyası yeni yarandığı üçün rəhbərlik edə bilməyəcək. Lakin Martin Luther hərəkatı hələ də davam edəcək. Bu vaxt Alman kralı Rom pasla bərabər reformasiyanın dayandırıldığını elan eləsə də Martin Lutherin tərəfdarları buna qarşı çıxır və bundan sonra Martin Lutherin tərəfdarları protestant adlanır. Protestant adlandırılma səbəbi protesto sözündən, yəni etiraz edən sözündən. 1555-ci ildə kilsə məcbur qalır, Martin Lutherlə hesablaşır və Augsburg sazişi imzalanır. Augsburg sazişi imzalandığı ildə 1555-də bilirsiniz, Amasya sülh müqaviləsində bir də paytaxtın Qəzvinə köçürülməsi olur. Augsburg sazişi görə Katolik kilsəsi iki hissəyə parçalanır. Protestant və katoliklərə kilsənin parçalanması deyiriksə 1054-dən oxşar cəhətdir. Amma katolik kilsəsinin parçalanması ancaq bundan oxşar. Protestantlar Martin Lutherin tərəfdarlarıdır, katoliklər isə Papanın tərəfdarları olacaqdır. Və burada nə olacaqdır? Əgər burada dini müharibələrə son qoyulur,
şəhər hakimləri, yəni rəhbərləri hansı dini təriqəti qəbul edirlərsə, xalq o dini təriqəti qəbul edəcək. Qəbul eləməyən çıxıb gedə bilərdi. Protestantların etiqad azadlığı tanınacaqdı, onlara heç nə edilməyəcəkdi və onlara güvən qarantisi veriləcəkdi. Və beləliklə Almaniyada dini müharibənin birinci mərhələsini protestantlar qələbə ilə yekunlaşacaqdı. Bu dövrdə reformasiyanın baş verdiyi dövrdə 16-cı əsrdə Avropanın digər ölkələrində də reformasiya baş verir. Bunlar hansılardır? Fransa və İngiltərədir. Keçmişi İngiltərədə Anglikan kilsəsi yaranacaqdı. Fransada isə yaranacaqdı Kalvinizm yaranacaqdı. Kalvinizm yaranır. Və bu kilsə reformasiyasının, Almaniya kilsə reformasiyasının fərqli cəhəti bunları kralın nəzarəti altına alır. Yəni kral özü rəhbərlik edəcəkdir ki, bunlar yaransın və yeniliklər olsun. İngiltərədə Anglikan kilsəsinin yaranmasının səbəblərində kral baron hersoqlara öz tərəfinə çəkir, kilsə torpaqları onlara bağışlayacağını vəd verir və katolik kilsəsinə qarşı çıxılır və baron hersoqlar razılaşır, kilsə torpaqlarını öz aralarında bölüşdürəcəkdir. Sonra bu dövrdə lakin papalıq məğlub olsa da heç də yerində dinc dayanmayacaqdı. Kilsəyə, protestantlara qarşı və ya da kilsəyə qarşı çıxanlara qarşı mübarizə aparacaqdı. Bunu belə deyək də İsa cəmiyyəti və ya da Yezuitlər ordeni yaradacaqdı. İsa cəmiyyəti kilsəyə qarşı çıxanları təqib edir və onları öldürürlər. Bunların ən böyüyü isə 1572-ci ildə Fransada protestantların Paris yaxınlığında qırğınları keçiriləcəkdi və protestantların çoxu orada qırılacaqdı. Reformasiyanın nəticələrinə baxdığımızda nə kimi nəticələr olacaqdı? Reformasiyanın nəticələrinə baxdığımızda kilsənin nüfuzu aşağı düşəcəkdi, katolik kilsəsi parçalanacaqdı, papanın nüfuzu aşağı düşəcəkdi və Almaniyada demək olar ki, artıq kilsədən ayrılmalar sürətli şəkildə yaranacaqdı və Avropa dövlətlərində də dünyəviliyə doğru belə deyək, addımlar atılacaqdı. Lakin dünyəviyə doğru addımların ən atılmasının bariz nümunəsi Avropada baş verən 30 illik müharibə. 30 illik müharibə adı üstündə 30 il davam eləmişdi. 1618-1648-ci illərə əhatə edir. 1618-1648. Görünürdə olan bu müharibə protestantlarla katoliklər arasında başlayır. Həqiqətən də elə olur. Protestantların qalanın pəncərəsindən belə deyək də, katoliklərin qalanın pəncərəsindən tullanmağı ilə başlayır. Yəni protestant onları tulluyur aşağı və müharibə başlayır. Lakin müharibə dini müharibə də olsa sonraki dövrdə Avropanın bütün dövlətləri olacaqdı. İngiltərə istisna olmaqla bütün Avropa dövlətləri bu müharibəyə qoşulacaqdı. Müharibə müqəddəs Roma İmperiyası, İspaniya və Fransa arasında davam edəcəkdi və Avropada hegemonluq uğrunda və 1648-ci ildə başa çatacaqdı. 18-də iki hadisə baş verir. 30 illik müharibə ilə bərabər. Bir sınıq körpü döyüşü, iki Mərəm sülhünün imzalanmasını götürəcəksiniz. Sonra gəldik nəyə? Bu müharibədə ilk dəfə olaraq tüfənglərdən və toplardan geniş istifadə ediləcəkdir. Yəni bu müharibə kimi götürülür və müharibə Vestfaliya sülhü ilə başa çatacaqdı. Sülhün şərtlərinə görə belə deyək də, sülhün şərtləri nə idi? Sülhün şərtlərinə görə Almaniyada siyasi pərakəndəlik rəsmi şəkildə belə deyək, təsdiqlənəcəkdi. Almaniya siyasi pərakəndəliyi olacaqdı. Sonra papanın iştirakı olmayacaqdı bu müqavilədə. Dünyəvi və suveren dövlətlərin belə deyək, yaranma prosesi addım atılacaq. Konfransda nə kimi nəticələr olacaqdı? Konfransda da yenə burada üstünlük belə deyək də, sülhün müqavilənin, müharibə nəticələri və konfrans nəticələrinə baxdığımızda üstünlük Fransaya keçəcəkdi, İspaniyadan üstünlük Fransaya keçir və Fransa belə deyək də, Avropada hegemonluğunun əsasını qoyacaqdı. Həmçinin dini müharibələrə son qoyulacaqdı, protestantların dini etiqad azadlığı rəsmiləşəcəkdi, artıq Avropada dini müharibələr başa çatacaqdı. Lakin 30 illik müharibənin Avropa tarixinin çox böyük töhfələri olmuşdur. İngiltərədə vətəndaş müharibəsində, İspaniyada isə belə deyək də, üsyanlara səbəb olacaqdır. Bu da sizin dərsiniz.